Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər və izləyicilər. Hər birinizi yenidən xoş gördük. Bugünkü dərsimiz tikiş məmulatlarının hazırlanması texnologiyası modulundan əl tikişləri və onların növü mövzusudur. Gəlin ilk öncə baxaq, tikiş nədir? Tikiş, məmulatların hissələrinin, hissəciklərinin bir-biri ilə birləşdirmək üçün istifadə olunan ən uyğun üsuldur. Ümumilikdə hissələri birləşdirmək üçün biz 3 üsuldan istifadə edirik. Sap, yəni tikiş, yapışqanla, nadir halda isə qaynaq üsulundan. Tikiş, sap ilə tikmə üsulunda iynənin material üzərində açdığı iki deşik arasında sapın hörülməsindən alınan strukturun bir elementidir. Tikiş elementinin ardıcıl sırası baxya tikişini əmələ gətirir. Əl tikişləri və baxya tikişləri 1-12 nömrəli, yəni 1-dən 12-yə qədər sadalanan nömrəli iynələrlə yerinə yetirilir. Əl tikişləri əsasən 2 üsulla aparılır. Birinci üsulda biz iynəni parçadan keçirdib həmin tərəfdən də çıxardırıq. İkinci üsulda isə iynəni məmulatın bir tərəfindən, məsəl üçün üst hissədən, parçanın üst hissəsindən salırıqsa, digərini alt tərəfindən çıxardırıq. Əl tikişlərində, ümumiyyətlə bütün tikişlərdə tikişlər düz, eyni cinsli olmalı, həm avant, həm də tərs tərəflərində aralarındakı məsafə eyni olmalı, saplar bərabər tarımlıqlı çəkilməlidir. Ümumilikdə əl tikişləri 5 növə bölünür. Düz tikiş, çəpinə tikiş, xaçvari tikiş, ilgəyə bənzər tikiş və ilgəkli tikiş. Bir də sadalayıram. Düz tikiş, çəpinə tikiş, xaçvari tikiş, ilgəyə bənzər tikiş və ilgəkli tikiş. Biz ən çox öyrənəcəyik düz tikiş haqqında. Gəlin indi isə düz tikişin növləri haqqında məlumat verim sizə. Düz tikişlər geyimin hazırlanmasında ən çox istifadə olunan tikişlərdir. Bu tikişdən əsasən məmulatı bədənə ölçüb uyğunlaşdırmaq, maşında tikmək üçün, habelə məmulatı bədənə uyğunlaşdırdıqda çəkilmiş təbaşir xətləri və nişanları sapla bəndləmək, büzmə əmələ gətirmək və sair işlərdə istifadə olunur. Düz tikişlər özlüyündə bir neçə yerə bölünür. Düz tikişlərə daxildir təpçimə tikişi, kökləmə tikişi, köçürmə tikişi və büzmə almaq üçün tikiş. Bir də qeyd edirəm, düz tikişlərə hansılara aiddir? Təpçimə tikişi, kökləmə tikişi, köçürmə tikişi və büzmə alınması üçün lazım olan tikiş. Təpçimə tikişi düzünə sırmaqla alındığı üçün asanlıqla sökülür. Təpçimə tikişi iki hissəni birləşdirdikdə hər hansı hissə eyni dərəcədə dartılmalı, yəni hissələrin heç birində yığılma alınmamalıdır. Təpçimə tikişi fərdi sifarişlərlə üst geyimləri, bunlara misal gətirmək olar, palto, don hazırladıqda məmulatın yan kəsiklərini, çiyin kəsiklərini, qol kəsiklərini və digər kəsikləri müvəqqəti birləşdirmək üçün istifadə olunur. Kökləmə tikişi müvəqqəti bir tikişdir, bəzənsə daimi tikiş də ola bilər. Kökləmə tikişi ümumilikdə geyimin hazırlanma prosesində əllə apardığımız ən çox istifadə olunan tikiş növünə daxildir. Kökləməni biz geyimi yoxlamaya hazırlayanda istifadə edirik, həmçinin hissələri müvəqqəti birləşdirmək üçün. Köçürmə tikişləri qeyd edilmiş xətlərin, nəzarət nişanlarının bir hissədən digər hissəyə daha dəqiq, simmetrik köçürülməsi üçün tətbiq edilir. Bu tikiş daha çox üzərində sabun, mel, marker saxlamayan parçalarda istifadə olunur. Büzmə alınması üçün istifadə edilən tikişlər qadın və uşaq üst geyimlərinin bəzi modellərinin hazırlanmasında daha çox istifadə olunur. Bir sözlə biz geyimi, məmulatı, parçanı büzməyə yığarkən bu tikişdən istifadə edirik. Çəpinə tikişlər öz quruluşlarına görə düz tikişlərdən çox az fərqlənir. Fərq onların parça üzərində yerləşməyindən ibarət olur. Düz tikişlər yerinə yetirilən zaman parça
üzərində çəkilmiş düz xətt boyunca iş yerinə yetirilir. Lakin çəpinə tikiş qoyduqda işlənilən hissənin xarici yaxud daxili tərəfində mütləq düz xəttdən kənara çıxma alınır. Planmasında istifadə olunur. Həm müvəqqəti, həm daimi tikişlər.